Beyin əzələ kimidir. Nə qədər işlətsən bir o qədər güclənir. İndi sənə gündə cəmi bir neçə dəqiqə ilə fokusunu, yaddaşını və düşünmə sürətini artıran 5 sadə, amma təsirli beyin taktikası göstərəcəyəm. Birinci taktika, zehni zoom. Bu məşq diqqətini idarə etməyi öyrədir. Necə edilir? Ətrafına bax və özünə bir qayda seç. Yalnız mavi rəngli əşyaları gör. 30 saniyə ərzində başqa heç nəyə fikir vermə. Beynin əvvəl qarışacaq, çünki hər şeyi eyni anda görməyə öyrəşib. Amma sən ona komanda verirsən. Nəticə, fokus güclənir, diqqət dağınıqlığı azalır. İkinci taktika, gözsüz bacarıq. Bu məşq yaddaşı və məkan hissini artırır. Necə edilir? Gözlərini yum və adını kağıza yaz. Sadə bir dairə çək ya da telefonunda qısa söz yaz. Pis alınacaq, bu normaldır. Çünki beyin yeni yollar qurmağa məcbur qalır. Nəticə, koordinasiya və zehni fərqindəlik güclənir. Üçüncü taktika, tərs əl qaydası. İndi beynin rahatlığını pozuruq. Necə edilir? Əgər sağ əllə yazırsansa, sol əllə diş fırçala, sol əllə telefon istifadə et, sol əllə qısa qeydlər yaz. Əsəbləşdirici olacaq. Amma məhz bu anda beyin inkişaf edir. Nəticə, düşünmə sürəti və problem həll etmə bacarığı artır. Dördüncü taktika, beyin qarışdırıcı. Bu məşq beynin elastikliyini artırır. Necə edilir? Eyni anda iki işi gör. Ayağını yerə vur. Eyni vaxtda birdən 100 əcüt rəqəmləri say və ya mahnı zümzümə et. Ritmə uyğun barmağını şıqqıldat. Nəticə, multitasking və diqqət idarəsi güclənir. Beşinci taktika, rəngə fokuslan. Bu məşq beynin avtomatik reaksiyalarını sındırır. Necə edilir? Rəngli yazılmış sözlərə bax və sözü yox, rəngidir. Məsələn, qırmızı sözü mavi rəngdədirsə, cavab mavi olmalıdır. Nəticə, fokus dərinləşir, diqqət yayındırıcılar azalır. Bu sadəcə başlanğıcdır. Bu 5 taktikanın hansı daha yararlı oldu? Rəylərdə yaz. Növbəti videoları qaçırmamaq üçün abunə olub bildirişləri açmağı unutma.